Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün yenə turşu hazırlayacağım. Turşularımız bitmək bilmir. Assorti turşusu hazırlayacağım, yəni qarışıq turşu. Bunun üçün bizə nə lazımdır? Gül kələmdən hazırlayacağım bugün. 1 ədəd gül kələm götürmüşəm. Kal pomidor, şirin biber, acı biber, xiyar və yer kökü, sarımsaq, bir də göyərtilərimiz. Bunları istədiyiniz formada doğraya bilərsiniz və yaxud bütöv şəkildə də qoya bilərsiniz bankaya. Mən bunları bu formada doğrayacağım bugün. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Dediyim kimi, tərəvəzlərimizi istədiyiniz formada doğraya bilərsiniz. Ərzaqlarımızın miqdarını deyə bilməyəcəm, çünki gözəyarı götürmüşəm. Siz istəsəz hərəsindən eyni ölçüdə götürə bilərsiniz və yaxud 5 biber götürmüsünüzsə, 5 pomidor, 5 xiyar bu formada da doğrayıb qata bilərsiniz. Biberləri bu formada doğrayıb və içərisinin toxumlarını təmizləyirəm. Acı biberi də 2 yerə böləcəm. 2-3 ədəd acı biberdən istifadə edəcəm. Gül kələmin də nə qədər faydalı olduğunu yəqin ki, hər kəs bilir. Çox faydalıdır. Bunu da bu formada ayırıb əlavə edəcəm turşumuza. Bütün ərzaqlarımızı gördüyünüz kimi doğradım, hazırladım. Keçirik əsas məsələyə, bankaya yığmağa. Beş litrlik banka götürmüşəm. Mən bunları 5 litrlik bankaya yığacağım. İlk öncə bankamıza 4-5 ədəd dəfnə yarpağı əlavə edirəm və 4-5 ədəd sarımsaq əlavə edirəm. Quru şüyüd əlavə edirəm. Cəfəri, bir də nanə əlavə edirəm. Göyərtilər zövqə bağlıdır, yəni istədiyiniz göyərtidən istifadə edə bilərsiniz. Nanəni də əlavə etdim. Nanəni bilirsiniz, turşularda çox sevirəm. Və keçirik ərzaqlarımızı bankaya yığmağa. İlk öncə gül kələmi yığıram bankaya. Siz bunları istəsəz qarışdırıb da yığa bilərsiniz. Mən bu formada qat-qat yığacam. Görüntüsü gözəl görüksün deyə bu formada yığacam.
Bütün tərəvəzlərimizi bu qaydada qat-qat yığıram. Həm alt hissəsinə, həm də üst hissəsinə göyərtidən əlavə edirəm. Gördüyünüz kimi bankamızı doldurdum. Bankamız 5 litrlik olduğu üçün 5 yemək qaşığı duz əlavə edirəm bankaya. 2 yemək qaşığı da şəkər tozu əlavə edirəm. Burada şəkər tozunu əlavə etdiyimi göstərmirəm, çünki unutmuşam çəkməyi. Və 2 stəkan üzüm sirkəsi əlavə edirəm. Üzüm sirkəsini də bilənlər bilir, özüm hazırlamışam. Tam təbii sirkədir. Və üzərinə qaynanmış soyuq su əlavə edirəm. Artıq turşumuz hazırdır, dəyərli izləyicilərimiz. Asan və tez başa gələn qışa hazırlığımız hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun.